Əvvəla bunu deyim ki, hörmətli tamaşaçılar, biz fərqli bir məqsədlərlə verilişlər təqdim edəndə Elşad Mirini də dəvət elədik. Sonra belə bir fikirlər, iddialar ortaya atıldı ki, biz də çıxaq Elşad Miriyə cavab verək. Söz haqqı tanıdıq. Təbii ki, Elşad Mirinin şəxsi olaraq eyni verilişdə olmaq istəmədiyi şəxs var, Samin bəy. O bizdən təkidlə istədi, debat istədi. Elşad bəy də buna etiraz etdi. Yəni bir neçə həftə öncə belə bir verilişimiz olmuşdu. Amma Elşad Miri ilə birlikdə verilişə gəlsin, debat yox, müzakirə formasında çıxış eləsin deyə dini komitədə o çətir altında fəaliyyət göstərən onlarla ilahiyyatçıya müraciət etdik. Dedilər, gəlmirik. Qafqaz Müsəlmanları İdarəsinin çətir altında fəaliyyət göstərən şəxslərə müraciət etdik. Dedilər, biz gəlmirik. Ayrı-ayrı fərdlərə müraciət etdik. Dedilər, gəlmir. Adlarını çəkmirəm. Yəni bilirəm ki, bu veriliş həmən YouTube-da filan yayılan kimi altından yazacaqlar ki, filan kəsi çağırardınız, filan kəsi çağırardınız. Demək olar ki, hamını çağırmışıq, hətta ad da deyə bilərik, amma deməyə ehtiyac yoxdur. Etiraz ediblər. Yəni Elşad Mirinin çıxmaq istəmədiyi bir şəxs var, amma yerdə qalan hər kəssə, biz baxırıq müxtəlif platformalarda Elşad Miri deyirlər, amma onunla çıxmaq istəmirlər. Bu baxımdan Elşad sizə təşəkkür edirik ki, yəni gəldiniz. Mövzumuz isə bundan ibarətdir ki, bugün danışacağımız mövzu bundan ibarətdir